20-ci əsrdə Bakının Kürdəxanı kəndində yaşamış şair Dadaş Vasifin bir mərsiyəsi var, belə başlayır. Sakin olub Mədinədə çün Ali Mustafa, başlandı şuri matəm övladı Mürtəza. Çün cuşeyi İraqı tutub nəğmeyi Hüseyn, saldı Hicazağulğuleyi Banc Neynəva. Həzrət Peyğəmbərin ailəsi Mədinədə sakin oldu. Həzrəti Əli əleyhissalamın övladı, yəni İmam Hüseyn əleyhissalamın matəm qovğası başladı. Hüseyn nəğməsi İraq cuşəsini tutaraq Hicaz vilayətinə Neynəva avazının şuri qovğasını hay-hərayını saldı. Bu iki beytdə şair eyham tənasüb sənətinin gözəl nümunəsini yaradır. Belə ki, beytdəki bəzi sözlər musiqi istilahlarıdır. Şur və Hicaz muğam adlarıdır. Cuşeyi İraq və yaxud da Əraq rast muğamında bir şöbədir. Hüseyn deyərkən Hüseyni islahı yadınıza düşür. Bu da müstəqil bir muğam adı və yaxud da bəzi muğamların tərkibində şöbədir. Neynəva Kərbəlanın digər adıdır. Nəva hissəsi Nəva muğamını yadınıza salır. Ney isə musiqi alətidir. Göründüyü kimi beytlərdə saydığımız sözlər birgə işlənərək zərif və lətif sənət əsəri ərsəyə gətirib.